Üç nəfər lülqəmbər piyan gəlib otururlar taksiyə, deyirlər sür getdik. Taksi şoförü də görür ki, bunlar lülqəmbər piyandılar, bundan istifadə eləmək istəyir. Maşını işə salır, tısbağa yerişi ilə 200 metr sürür. Maşını saxlayır, deyir, hə, çatdıq, düşün. Birinci çıxardıb taksinin pulunu verib düşür. İkinci də taksiyə sağollaşıb düşür. Üçüncü adam arxadan taksi şoförünün boynunun kökünə bir saç şillə ilişdirir. Taksi şoförü diksinir, dönür arxaya. Deyir, qaqa, məni nöş vurursan? Deyir, adə, nə tez çatdıq. Belə sürətlə maşın sürərlər. Az qalmışdın, qırasan ki bizi. Sağ olun, təşəkkürlər.